Salam dostlar, hər vaxtınız xeyirli olsun. Deməli, bugün dostlar, artıq sentyabr ayıdır. Deməli, vəhşi sarı arıların əlindən arı pətəklərini açmaq mümkün olmur. Hətta güclü arılara belə bunlar soxulurlar. Bir qısa məlumat verəcəyəm. Tez-tez soruşurlar ki, süzülmüş şanları necə saxlamaq olar, necə saxlayırsınız, saxlama qaydaları, variantlar çoxdur dostlar. Soyuq yerdə, kondisioner yanan yerdə, soyuducu buzxana şəraitində müəyyən qədər, yəni və yaxud kimyəvi dərman preparatları vasitəsilə və yaxud turşular vasitəsilə bütün bunları mən keçmişəm. Mənim üçün ən rahat, ən sərfəli variant, baxın, arı pətəklərinin daxilində bal süzümündən sonra çərçivələri yerləşdiririk arı pətəyində. Baxın, bu qaydada. Baxın dostlar. Yeddi çərçivəlik bir ailə ara kəsmə taxtası və şanlar, süzülmüş şanlar. Bax, bu qaydada ara kəsmə taxtasından bu tərəfdə. Burada arılar bunları qoruyur ta oktyabr, noyabr, indi baxır hava şəraitinə, soyuqlar düşənə qədər. Soyuqlar düşəndən sonra biz bu çərçivələri götürüb sərin yerdə asırıq və bu ara kəsmə taxtasından bu tərəfdə bir döşəkcə və yaxud penaplex və yaxud hər hansı bir materialdan hazırlanmış ara kəsmə, yəni boşluq tərəfi biz bu tərəfdən tamamilə ayırırıq, arıları qışlamaya salırıq. Vəssalam. Amma indi hal-hazırda sentyabr ayıdır. Yenə də mən bu şanları buradan götürmürəm. Bunlar burada qalır. O qədər soyuq düşənə qədər. Vəssalam dostlar. Bu qaydada da mən saxlayıram. Yazda da arılara genişlənmə verəndə istifadə edirəm. Vəssalam. Bu qədər sadə, bu qədər rahat dostlar.